Qurban bayramı yaxınlaşır. Hər il milyonlarla müsəlman bu böyük ibadəti yerinə yetirmək üçün hazırlıq görür. Yaxşı, kəsdiyimiz qurbanın dinimizə görə hökmü nədir? Hansı heyvanlar qurban edilə bilər? Və ən əsası, qurban əti necə paylanmalıdır? Bu videoda İslam fikrinə görə qurban ibadətinin bütün qaydalarını ayə və hədislərin işığında addım-addım öyrənirik. Hazırsınızsa, başlayaq. İlk növbədə ondan başlayaq ki, qurban kəsmək sadəcə bir adət deyil, Qur'an-ı Kərimlə sabit olan bir ibadətdir. Allah Teala Kövsər surəsinin 2-ci ayəsində buyurur: Rəbbin üçün namaz qıl və qurban kəs. Kövsər surəsi 2. Bəs qurban kəsmək kimlərə borcdur? Burada məzhəblər arasında kiçik bir fərqlilik var. Hənəfi məzhəbinə görə müqim olan, yəni səfərdə olmayan, azad və müəyyən bir zənginlik ölçüsünə, nisab miqdarına sahib olan hər bir müsəlmana qurban kəsmək vacibdir. Şafii, Maliki və Həmbəli məzhəblərinə görə isə qurban kəsmək sünni-i müəqqədədir. Yəni Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin heç vaxt tərk etmədiyi, çox bəyənilən və savabı böyük bir əməldir. Hər heyvandan qurban olmaz. Dinimizə görə qurbanlıq heyvanlar yalnız 3 qrupa bölünür. Qoyun, keçi, iri buynuzlu heyvanlar, yəni inək, öküz, camış və ya düyə və dəvə. Bu heyvanların qurban ola bilməsi üçün müəyyən yaş hədləri var. Qoyun və keçi ən azı 1 yaşını tamamlamalıdır. Lakin 6 aylıq quzu 1 yaşındakı qoyun kimi iridirsə, o da kəsilə bilər. Qoyun və keçini yalnız bir nəfər qurban kəsə bilər. İri buynuzlu heyvanlar, yəni inək, öküz, ən azı 2 yaşını tamamlamalıdır və bu heyvanlara 1 nəfərdən 7 nəfərə qədər insan şərik ola bilər. Dəvə isə 5 yaşını tamamlamalıdır. Ən vacib məqamlardan biri heyvanın sağlamlığıdır. Peyğəmbərimiz Həzrəti Mühəmməd sallallahu aleyhi və səlləm buyurmuşdur: 4 qüsur var ki, sahib olan heyvanlar qurban kəsilməz. Körluğu bəlli olan kör heyvan, xəstəliyi açıq-aşkar görünən xəstə heyvan, yeriyə bilməyəcək dərəcədə axsaq heyvan və sümüyündə iliyi qalmamış arıq heyvan. Yəni, qurbanlıq heyvan gözəl, sağlam və nöqsansız olmalıdır. İslam mərhəmət dinidir. Heyvanı kəsərkən ona əziyyət vermək qətiyyən olmaz. Bıçaq heyvanın gözü qarşısında itilənməməli. Heyvan kəsim yerinə sürətlə və incidilmədən aparılmalıdır. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: Allah hər bir şeydə ehsanı, yaxşılığı və gözəlliyi fərz kəsmişdir. Elə isə heyvan kəsdiyiniz zaman kəsimi gözəl edin. Kəsən şəxs bıçağını yaxşı itiləsin və kəsəcəyi heyvanı rahatlatsın. Müslim, Seyid 57. Kəsim zamanı heyvan qibləyə doğru uzadılır. Bismillahirrahmanirrahim, Allahu Əkbər deyilir. Bu əsnada heyvanın tam canı çıxmadıqca dərisini soymağa və ya bir əzasını kəsməyə başlamaq olmaz. Bu heyvana böyük əziyyətdir və məkruhdur. Və gəldik ən önəmli hissəyə: ətin paylanması. Həcc surəsinin 36-cı ayəsində Allah Teala buyurur: Onların ətindən özünüz də yeyin, ehtiyacını gizlədən, yəni heç nə istəməyən fəqirə də yedirdin, ehtiyacını aşkar bildirən dilənçiyə də yedirdin. Həcc surəsi 36. Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin tövsiyə etdiyi ən gözəl qayda əti 3 bərabər hissəyə bölməkdir. Birinci hissə, qurban kəsən şəxsin öz ailəsi və ev əhli üçün ayrılır. İkinci hissə, evə gələn qonaqlara, qonşulara və qohum-əqrabalara ikram edilir. Onlar zəngin olsalar da belə. Üçüncü hissə isə maddi imkanı zəif olan, evində ət bişməyən kasıb və ehtiyat sahibi ailələrə paylanılır. Bu bölgü məcburi deyil, tövsiyədir. Əgər qurban kəsən şəxs çox kasıb və böyük ailə sahibidirsə, ətin hamısını öz ailəsinə saxlaya bilər. Və ya əksinə, vəziyyəti çox yaxşıdırsa, ətin hamısını kasıblara paylaya bilər. Yəni, 3 hissəyə bölgü şərt deyil, ən fəzilətli olan metoddur. Unutmayaq ki, Allahın bizim kəsdiyimiz heyvanların nə ətinə, nə də qanına ehtiyacı yoxdur. Bizə çatan tək şey qəlbimizdəki təqvadır.
Bu bayramda da dualarınız və qurbanlarınızın qəbul olmasını diləyirəm. Videonu bəyənməyi, şərh yazmağı və bu faydalı məlumatları yaxınlarınızla paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək Qurban Bayramınız mübarək.